rəhbər durub, prezidentləri, icra başçıları gedib rayonlarda şahlıq eləyirlər. Həqiqi də şahlığı mən görürəm. Öyle bir qubernatorluğu bilirəm, xanlığı bilirəm. Fakt ki 3 ayda ağac yerində əkildi. Çünki icra başçısının razılığı var orada. Orxan İbrahimov mavindir, onun atasının. İcra başçısı faktoru var burada. Prezident aparatında Zeynal Nağdəliyev cənabları, o buna reaksiya verməlidir. Ümumi şöbəni bilirlər, Şablazov var, obusu var, obusu prezident. Bunlar güya baxmırlar mənim bu çıxışlarıma. 3 ayda gecə-gündüz çıxış eləyirlər. İddia: məmur 8 ədəd Eldar şamı kəsdirib, Şirvan şəhər icra hakimiyyətinin başçısının müavini öz obyektinə yol açmaq üçün 8 ədəd Eldar şam ağacının kəsdirdiyi bildirilir. Bunu bildirən Şirvan şəhər sakini Qurbanxan Dəmirov media qrupumuza üst tutub ki, onun səsini cənab prezident İlham Əliyevə çatdıraq. Daha ətraflı Dəmirov Qurbanxanın özündən eşidək. Eyni zamanda qarşı tərəfi dinləməyə hazırıq. 2 aydan çoxdur bu məsələnin üstünə düşmüşəm. 2 aydan çoxdur. Kəsilən ağaclar. Demək, İlqar Abbasov icra başçısı, Şirvan icra başçısının mavini Orxan İbrahimovun atasının obyektini orada yol kəsir. Bax, Eldar şam ağacı, bax o ağac boyunda. 30 ilin ağacıdır. 30 ilin. Orada Çıraq Petroldan dəmir yol prizinəcən 500 metrədir. Orada 500 dənə, aşağısı 500 dənə ağac var. Düz bunların varatasının qabağında o 8 dənə ağac kəsilir. Orada şəhər salıblar. Beton töküblər, gecə ilə beton töküblər. Bunu deməkdən dilim yaratdı. Bir adam baxmır, açı, bir yetim yüsürür, biri imkanı olsa orada qabaqda bir dənə meyvəz şey var, orada kəsmişdilər. Gecə ilə ağac əkdiriblər. İndi orada çəkilişdə göstərərəm sizə. Bu icra başçısı Heydər Əliyev rəhmətlik bu şuardır. Azərbaycan elə bir konstitusiyası maddəsi. Kəsilən ağaclar balalarımın qoludur, başıdır. Amma bunu Heydər Əliyev kimi şəxsiyyət deyib, mən də bir qatı edərsi kimi. Heydər Əliyevin dediyi sözə kim qabağını, yəni faktı deyir də, sən kimsən ağacı kəsmirsən, 8 dənə ağac kəsmirsən, Eldar şam ağacı en kəsiki 60 santim. Heydər Əliyevin qolları, bunu ölüncən deyəcəm, milyon dəfə deyəcəm. Heydər Əliyevin dediyi sözə əməl eləmir. İlqar Abbasov, onun mavini Orxan İbrahimov. Gecə gündüz şikayət eləyirəm, gecə bir tamamda, prezident aparatında bunu görmürlər. Niyə onun haqqında tədbir görmürlər? Böyük qüvvə var, böyük qüvvə. O gizlin qüvvələr var, saxlayır bunu. Eləmir, eləməlidir. Mən bunu mütəmadidə, ora ağac əkilməyəcəm, mütəmadidə, xarici medialarda da çıxacam. Bütün Türkiyədə gedəcəm, Türkiyədən çıxış eləyəcəm. And olsun Allahın böyüklüyünə. Hər şey ağac yerində əkilməlidir. O gələn burada rəhbər gəlib, burada ağacı, bütün bizim bu boyda park. Bax bu parkı salıblar, bax görürsən. Əla, Qubadov, Allah ona rəhmət eləsin. Qubadov, bax buranı salıb, bu ağacı, cənnət, buna bax. Sən bunu niyə kəsməlisən? Niyə bunu kəsməlisən? Kim icazə verib, kim arxaysan, statsuva, icra başçısan ona görə, mavinin Orxan İbrahimov. Niyə oran haqqında tədbir görülmür? Şəhər sarıblar orada. Beton töküblər gecə ilə. Betonun nətər qaza ağacı, həmən kəsilən ağacların üstünə beton töküblər. Arkadaş, mən dəli oldum yaşımda. Qatı idarçıyam. Mən öz-özümə inanmıram ki, mən nətər qatı idarçıyam. Mənim müraciətim prezident aparata çatmır. Signal verirəm, ay ölkə başçısı. Ay Nağdəliyev cənabları, Allah səni ömür versin. Niyə bunun haqqında tədbir? Ağac kəsilib 8 dənə, ay qardaş, deməkdən təzyiqim qalxır, xəstə 50 adamam. Niyə bunun tədbiri? Ağaclar yerində, kasır küsbo eləsə oraya imkansız adam, onu məhv eləyərlər. Çünki bu icra başçıdır, onun mavininin evidir. Mən nə qədər danışım ki, təzyiqim yenə qalxır, əsəbi danışan kimi özü pis eləyərəm, yaşlı adamam. Ağac yerində əkilsin də qardaş. Heydər Əliyev deyir, kəsilən ağaclar balalarımın başıdır. Ha, bunu Heydər Əliyev ki, şəxsiyyət deyib, bunu İlham Əliyev cənabları niyə çatdırmırsın? Güc çatmır, ekologiya müdürü deyir, gücüm çatmır. And olsun Allaha. Yazıram, pozuram, ora bura, heç kimi eləmirlər. Və kim eləsin bunu, kəsilən ağaclar?